وقل رب زدني علما. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم لا علم لنا إلا ما علمتنا وعلمنا بما ينفعنا وزدنا علما. Deməli, qardaşlar soruşur ki, iman zəifliyinin müalicəsi nədir? Və həmçinin günahlar, görürsən ki, bəzi müsəlmanlara, yəni insan təbii ki, birinci özünə baxır, amma bəzən görürsən ki, bəzi müsəlmanlar Allah böyük günahlara düşürlər. Yəni, adam pis olur həmin şeylərdən, məyus olur, deyirsən ki, subhanallah, nəyə görə bu getdi, düşdü? Və həmçinin görürsən, qardaşdır, nə qədər vaxt aralıdadır, yəni, baxırsan ki, ibadətdən uzaq düşür, imandan uzaq düşür. Bu ilə necə cəm edək ki, əgər günah etməsəydiniz, sizi aparardım və yerinizə başqalarını gətirərdim. Onlar günah edərlər, günahdan sonra tövbə edərlər. Və həmçinin bu, yəni bir müsəlmana necə nəsiyyət edək? Nəsiyyət bizim üzərimizə vacibdirmi? Və yaxud da bizdən nəsiyyət istənilmirsə, onda nə etməliyik? Bunlar hamısı gözəl suallardır. Allah Azə və Cəllə yardım etsin. Birincisi, onu demək lazımdır ki, bütün problemlərin əsli qəlbdir. Qəlb. Nə ki, günah baş verir, o günahın bir ucu, yəni əsli, usulu qəlbdədir. Əgər qəlb düzələrsə, bütün bədən düzələr. Günaha düşürsə, qəlbində böyük problemlər var. O problem səbəbi ilə düşür. Azğınlığa düşürsə, deməli, qəlbdə böyük problem var. Qəlb düzəlməlidir. İndi həmin adam öz-özünə sual verməlidir. Deməlidir ki, günaha düşürəmsə, deməli, vəziyyətim heç də yaxşı deyil. Qəlbimdə böyük problemlər var. Və bu ilə mı qiyamət günü Allahın qarşısına çıxacam? Bu ilə mı Allahla qarşılaşacam? Hansı ki, Allah Azə və Cəllə buyurur ki, deyir, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. Deyir, o gün nə sənin övladların, nə də sənin mal dövlətin fayda verə bilməyəcək. İllə mən ətəllaha bi qalbin səlim. Deyir, Allaha tərəf gələn salamat qəlbdən başqa. Ona görə Allahdan daima istəməliyik ki, Allahım, qəlbimizi salamat et. Allahım, qəlbimizi salamat et. Bu bizə dua olmalıdır. Gecə və gündüz. Daima yadımıza düşəndə Allahım, salamat qəlb nəsib et. Allahım, qəlb salamat. Yəni, qəlb salamat olanda günahdan uzaqlaşmaq asanlaşır. Qəlb salamat olmayanda çətinləşir. Uridət aləl-qulub, uridətul fitənu aləl-qulub kəudil hasa. Deyir ki, qəlbə fitnələr baş verəcək. Və deyir ki, fitnələr gələcək dalğalar kimi. Dənizin kəmuvcul bəhri. Deyir ki, əyyumə qalbin uşribəhə nöktə fi qalbihi nöktətən səudə. Deyir, hansı qəlb ondan içəcək, onun qəlbinə qara nöktə düşəcək. Və sənin qəlb qaralır. Yəni, fitnələr də iki şeydir, şübhələr və şəhvətlər. Vallahi bu mövzu çox dəqiq mövzudur. Yəni, bil ki, bax, iki şeylə qəlb məhv olur. Şübhə, şəhvət. Şübhə, şəhvət. Bax, ikisindən başqa şey yox. Bax, o şəhvətlərdən biri nədir? İnsanların səni ibadət əhli kimi tanıması. Bu, dəhşət şəhvətdir bu. Bu qəlbə düşsə, qəlbi məhv edir. Sən istəyirsən ki, insanlar səni oruç tutduğu bilsinlər. İnsanlar səni namaz qıldığı bilsinlər. İnsanlar sənin hansısa ibadətə və yaxud məhcidə tez-tez gəldiyi bilsinlər. Və insanlar sən riya. Və insanlar bunu bilsin. Riya nədir? Riya, mülahazatul məxluqin, yəni mülahazatul ibadəti an rü'yəl məxluqin. Yəni, insanların görməsindən, yəni ibadətini ona tərəf yönətmək. İnsanların yəni görməsini istəmək. Bu ən böyük şəhvətlərdən biridir. Bax, bu problemdir həqiqətən. Görürsən, bax, bu hal baş verir. Görürsən ki, yoxdur ortada sonra insan.
Nəyə görə yoxdur? Yəni, çünki əslən düz olmayıb. Və minən nəsi mən ya'budullah alə harf. İnsanlardan əlləri var ki, Allaha bir tərəfli ibadət edər. Bir tərəfli. Deyir ki, əgər onun başına yaxşı şeylər gəlsə, daima qəlbi geniş olar, üzü gülər, daima yaxşı olar. Deyir, amma başına bir-iki dənə bəla gələn kimdir, üzü çönüb. Xasirət dünya və l-əxirə. Deyir, dünyasını və axirətini uzandı o. Çünki bir tərəfli ibadət edir Allaha. Yəni, hər vaxt eyni oldu, yəni, bir tərəfli olma. Yəni, adam daima nimət üzərində olmayacaq ki. Bir dəfə bəla, bir dəfə müsibət. İnnəllahi izə əhəbbə qovmən ibtələhum. Allah bir qövmü sevərsə onlara bəla verər. Fəmən radiyə fələhu rıdəvə, mən səxətə fələhu suxt. Kim razı qalarsa Allahın razı olur, kim narazı olarsa Allahın qəzəbi olur ona. Təsəvvür edin. Yəni, bunlar cürbəcür belə fitnələr. Ona görə problem hardadır? Qəlb. Mütləq. Ələ və innə fil cəsədi muda. İzə saluhət, saluhəl cəsədi kullu. İzə fəsədət, fəsədəl cəsədi kullu. İki bilim və agah olun ki, qəlbdə, bədəndə bir ət parçası var. Əgər o salamat olursa, bütün bədən salamat olar. Və bax, nas, hədis deyir ki, əgər qəlbin salamatdırsa, ya əyyuhəl muslim, ey müsəlman, deyir, mütləq şəkildə əzaların günahdan salamat olacaq. Və yəni mənalardan biri odur. Ona görə qəlbə diqqət etmə. Görəsən mən bu əməldə nə qəsd etdim? Görəsən mən bu əməldə, mən görəsən bu sözdə nə qəsd etdim? Görəsən mən elm məclisinə nə üçün gəlirəm? Görəsən mən Allahın məğfirətini həqiqi istəyən adamam, yoxsa yola verirəm? Ha. Bu, yəni məsələlər yəni, biraz çoxdur. Misal üçün Allah Azə və Cəllə ki, Allahu nəzzələ əhsənəl hədisi kitabən mütəşabihən əsaniyə təqşəirru minhu cüludul ləzinə yaxşavnə rubbəhəm thumma tərinu culuduhum və qulubuhum ilə zikrillah. Deyir ki, Allahu nəzzələ əhsənəl hədis. Deyir, Allah ən gözəl hədis nazil edib. Kitabən mütəşabihən, o ayələrin hamısı bir-birinə bəlağətində, dolğunluğunda, Allahın kəlamı olmasında bir-birinə oxşuyur. Həqiqətən bütün ayələr bir-birinə oxşuyur. Baxımdan ki, hamısı dəqiq elmə işarə edir. Bu cürə Allah Quran göndərib. Təsəvvür et. Əzəli Allah Quran göndərib, elə vaxtlar olub ki, vəhiy olmayıb. Elə vaxtlar olub, vəhiy olmayıb. Nəinki insanlar, hətta Allah Rasulü sallallahu aleyhi ve sellem vəhiy gözləyə qalıb. Ona nə deyilər? Fətratul vəhiy. Fətra, vəhiy fətrası. Yəni, vəhiyin kəsilmə vaxtı. Hətta Allah Rasulü belə narahat qalırdı ki, vəhiy yoxdur. Vəhiy əlimizdədir, amma biz istifadə etmirik. Allahu akbar. Məsələn, Allahu nəzzələ əhsənəl hədis. Deyir, bundan yaxşı söz tapa bilməzsən. Bundan yaxşı kitab tapa bilməzsən. Bundan yaxşı kəlam tapa bilməzsən. Əhsənəl hədisdir bu. Deyir, əlində yəni Quran-ı Kərim var. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi var. Hansı ki, Allah Azə və Cəllə ki, "Ənzəlnə ileykə zikrə tubeyyinə linnəsi mən uzilə ileyhim və ləalləhum yetefəkkərun." Deyir, biz sənə zikr nazil etdik ki, insanlara nazil olanı açıqlayasan, öyrədəsən. Rabbana vəb'as fihim rasulan minhum yetlu aleyhim ayatika və yuallimuhumul kitab vəl hikmə və yuzakkihim. Deyir ki, ey Rəbbim onlara İbrahim əleyhissalam dua edir. Bizim üçün İbrahim əleyhissalam dua edib. Deyir ki, Allah müsəlmanlara elə bir peyğəmbər göndər ki, sənin ayətləri onlara oxusun, öyrətsin və onları təmizləsin. Yəni pis əməllərdən onları təmizləsin. Və həmçinin Allah Azə və Cəllə ki, "Huvəl-ləzi ba'sə fil-ummiyyinə rasulan minhum yetlu aleyhim ayatika və yuallimuhumul kitab vəl hikmətə və yuzakkihim və in kanu min qablu lefi dalalin mubin." Deyir ki, ey Rəbbim, yəni necə idi? Deyir ki, "Huvəl-ləzi ba'sə fil-ummiyyin." Deyir ki, o ümmilərin, yazıb oxumağı bilməyənlərin, avamların içində elə bir peyğəmbər göndərir ki, savad, elm, hər şey var idi onda, əxlaq, ədəb, bütün həyatın sahələrindən danışıb. Xüsusən insanla Allah arasında olan və insanlarla insanlar arasında olan məsələlərdən. Deyir ki, nə üçün? Allahın ayətlərini onlara öyrətsin, onları təmizləsin. Ona görə. Baxmayaraq ki, bundan əvvəl açıq-aşkar zəlalətdə idilər. Təsəvvür edin ki, bax, bu vəhiy olmayan vaxtı bir dənə sizə bir şey deyim. İmam Abu Davud rahiməhullah sünəndə nəqlidir. Cahiliyyə vaxtında sahabələrdən nəqildir.
4 cür nikah olub. 4 cür nikah. Birinci nikah oldu ki, adi sizin nikahınız deyir. Adi sizin nikah, yəni hər bir kişinin qadınla evləndiyi kimi belə. İkinci nikah oldu ki, kişi təsəvvür edin, evlənirdi və öz yoldaşını başqa kişinin yanına göndərirdi. Ki deyir, yaxşı uşaq dünyaya gəlsin. Təsəvvür etsəm, yəni necə nikah olub onlarda. Üçüncü, qadın deyir, 10 nəfər kişini dövr edirdi. Və qadının uşağı birinə nisbət olunurdu. Və qadın deyir ki, hansını istəsə deyir ki, uşaq səndəndir. Təsəvvür et. Bədbəxtçilik. Və dördüncüsü odur ki, yəni qadın deyirdi, dördüncüsü say yox idi. Qadın kimləsə yaxınlıq edirdi, axırda kiməsə nisbət edirdi övladını. Bu, Quran gəlməmişdən qabaq olan insanların həyatı olub. Və bugünkü gündə biz təəccüb edirik əvvəlki ərəblərin halına. Bugünkü gün Avropanın halıdır bu. Yəni, nəyə təəccüb edirik? Yəni, Avropanın halı budur. Təsəvvür edirsən. Amma heç təəccüb edən varmı? Və hər min müddəkir, dərk edən varmı? Ki, onların halı odur. Elə sonra insanlar, bəziləri özlərini onlara oxşatmaq istəyir. Bu vəhiysiz həyatın səmərəsidir. Yəni, insan vəhiysiz bu vəziyyətə düşür. Allah qorusun. Nəsillər itir, qarışır bir-birinə. Bilinmir qardaş kimdir, bacı kimdir. Bilinmir ata kimdir, ana kimdir. Yəni, bu cür həyat yaşayır insan. Yəni, vəhiysiz həyat vallahi bədbəxtçilikdir. Və bax, İbn Məsud radiyallahu anhu nə deyir? Deyir ki, Allah azə və cəl deyir ki, Quran-ı Kərimdə, Ələm yə'ninillezine əmənu ən təxşə'ə qulubuhum li zikrilləh və mə nəzələ minəl haqq. Deyir ki, haqdan nazil olan ayətlər səbəbi ilə iman gətirənlərin qəlbinin qorxması, titrəməsi vaxtı gəlib çatmadı mı? Deyir, nə vaxt qorxacaqsan ey müsəlman? Nə vaxt Allahdan qorxacaqsan? Nə vaxt pis əməllərdən çəkinəcəksən? İbn Məsud nə deyir bu ayə haqqında? Deyir, biz 4 il idi sahabi olmuşduq. Yəni də 4 il idi Allah Rasulü sallallahu aleyhi ve sellem iman gətirmişdik. Allah'a iman etmişdik. Deyir, Allah bu ayə ilə bizi qınadı. Bu ayə ilə bizə nəsiyyət etdi. Yəni 4 il idi artıq sahabi idilər onlar. Deyir, 4 ildən sonra bu ayə nazil oldu. Ələm yə'nənillezine əmənu ən təxşə'ə qulubuhum li zikrilləh və mə nəzələ minəl haqq. Haqdan nazil olan ayətlər səbəbi ilə iman gətirənlərin qəlbinin düzəlməsi, Allaha tərəf tam şəkildə yönəlməsi vaxtı gəlib çatmadı mı? Ya eyyuhəllezine əmənu udxulu fis-silmi kəffə. İman gətirənlər deyir, yəni tam şəkildə müsəlman ol. Tam şəkildə İslam'a gir. Yəni sənə lazım olan şeylərdə müsəlmansan, deyir, sənə lazım olmayan şeylərdə cahilsən. Allah qorusun. Yəni bu hal çox pis haldır. Və bu hal insana ən çox bədbəxtçilik dünyadan sonra axirətdə gətirəcək. Və bu elə bir bədbəxtçilikdir, bu bədbəxtçilik qutarmır. Bu bədbəxtçilik bitmir. Əbədi bədbəxtçilikdir. يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ لِكُلِّ امْرِئٍ مِّنْهُمْ. Deyir ki, o gün insan anasından, atasından, qardaşından, anasından, atasından, yoldaşından, uşağından qaçacaq. Elə bir şey olacaq. Gün olacaq. Dəhşətli bir gün. Yəni, əsas həmin günü fikirləşmək lazım. Yəni, həmin gün olmasa, yəni, həmin günü insan fikirləşməsə, insan həqiqət. Bax, ona görə bütün problemlərin həmçinin ikinci səbəb, əsli axirətə imanın zəifliyidir. Axirətə imanın zəifliyi. Əgər axirətə iman olsa, heç insan düşərmi günahın dalınca? Heç uzaq qalarmı insan? Demək, axirətə iman zəifdir. Vallahi, insan əgər bilsə ki, Allahın qarşısında dayanıb cavab verəcək, bildiyi günahlara düşməyəcək insan. Amma Allaha iman o qədər zəifdir ki, İnsan onu tərk edir. Bax, insanın misal üçün adi nə götürür misal üçün? Bax, cəmaat namazına gəlmək. Xüsusən sübhlərlə inşallah. Bunları tərk etmək, yəni, gör nə qədər ucuzmaqdır. Yəni, iman zəif olmasa insan edərmi onu? Yəni, bir problem var. Başa necə? Ona görə həmişə Allahdan yardım istəyib qabağa gitmək lazım. Həmişə sələflərin dualarındandır ki, keçmiş sahabələrin, tabiən xeyirli nəslin, onlar deyirdi ki, Allahım bizi irəliyəndən sonra geriləməkdən qoru.
Yəni, irəliləmirsən, geriləməkdən qoru. Allah, çox pis haldır bu. Və həmçinin adiləşməkdən, yəni namazın adi hal almasından qorxmaq lazım. Əgər mən namaz qılıram da, yəni başımı əyib qaldırıram. Belə yox, yəni namaz qılanda, yəni ki, düzgün namazın sözlərini başa düşmək. Ara bir öz nəslindən ki, nə ki, bax, bu namazı mən düzgün qıldım mı? Deyir, hər namazdan sonra o istiğfar, Allah Rasulü sallallahu aleyhi ve sellem nəyə görə? Hər ibadətdən sonra bağışlanma deyib Allahdan. Ona görə ki, deyir, çünki deyir, o başa düşürdü. Həqiqəti bilir ki, Allah məni bağışla, yəni məni birdən məndən qəbul etməzsən. Allah məni bağışla, mən düz etməmişəm, ey Rəbbim, mən yaxşı etməmişəm, ey Rəbbim. Ona görə hər ibadətdən sonra, hər məclisdən sonra Allah Rasulü istiğfar edirdi. Gör, kim istiğfar edirdi? Və gör, kim qəlbinin sabit qalmağını istəyirdi? Ummu Sələmə radiyallahu anhə deyir ki, ya Rasulallah, və innəl qulubə lə tətəqalləb. Deyir ki, qəlblər də dəyişirmi? Yəni, qəlb necə dəyişə bilər? Əvvəl iman əhlisən, sonra birdən birə çönürsən. Yəni, iman sənin üçün adi bir şey olur. Və yaxud da iman əhlisən, islah əhlisən, indi olursan munhərif əhli, inhiraf əhli. Və bəziləri öz həyat yaşayışını dinə uyğunlaşdırır. Yəni dini öz yaşayışına uyğunlaşdırır. Yəni, misal üçün, buna nəsə bu dinə gəldi, gördü ki, artıq belə yaşamaq bunun nəfsinə xoş gəlmir də. Yəni, mömin kimi yaşamaq, Allahın hədlərini qoruyaq yaşamaq. Ağır daxı, çətindir. وَمَا يُلَقَّاهَ إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Deyir, bunu yalnız səbr edənlər bacara bilər. Kim bacarmasa səbirsiz adamdır. وَمَا يُلَقَّاهَ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Deyir ki, bunu yalnız xeyirli, yəni xeyirdən gözəl, üstün payı olanlar bacara bilər. Yəni, hər insan bacarmayacaq, görürsən. Nəyə görə? Çünki ağır daxı. Ona görə bəziləri insan gəlir və sonra nə edir? Dini öz istəklərinə tərəf yönəldir. Misal üçün, bu adam istəyir ki, yəni, belə deyək də, insan qadınlara meyillidir. Gedir, misal üçün, siğəni halal görür. Aydın mı? Və yaxud da insan hicab taxmaq istəmir. Misal üçün, qadın. Nə edir? Misal üçün, gedir, Qurani olur. Aydın mı? Namaz qılmaq istəmir və yaxud da qılmağı necə istəyir? Yəni, özü istədiyi kimi də, yəni, bircə Allahın qabağında nəsə eləsin ki, yəni, qiyamət günü Allahı allada bilsin də, yəni, öz, yəni, bəli, öz fikrində. Gedir, Qurani olur. Bugün Qurani olur, sabah Allaha nə cavab verəcəksin? Və özü də vallahi elə bir Qurani yoxdur ki, özü də bilməsin ki, özü munhərifdir. Özü də bilməsin ki, özü yalançı, kəzzəb, Allahın dinini dəyişəndir. Özü də bilir onu. Özü də bilir ki, özü asidir Allaha. Çox yaxşı bilir. Sadəcə nəfsin dalınca gedir elə. Baxar mısın? Yəni, böyükdən balacaya tərəf dəyişir. Bu bizə də aiddir əslində. Yəni, misal üçün necə? Yəni, biz də hər hansı bir günaha düşəndə ya tez qaydaq. Günahların pis aqibəti var. Yəni, günah dalınca o birisi günaha gətirir. Bu bəsdir. Günah. Bəlkə günah üzərində getdi. Vallahi, yəni, insan bilmir nə vaxt öləcək. Yəni, insanlara risk, yəni, birdən-birə ölümlər gəlir. Allah bizi, axırımızı xeyirli eləsin. Ona görə çalışmaq lazım, möhkəm olmaq, əzmkar olmaq, yəni bezməmək, Allahın ayətlərini oxuyub başa düşməyə çalışmaq və həmçinin adiləşməyin səbəblərindən biri elmə maraq göstərməməkdir. Ona görə adiləşir. İnsan 20 il namaz qılır. Eyni hərəkətləri edir, amma namazın sözlərini yəni, düzgün başa düşə bilmir. Necə onun adiləşməsin? Halbuki namazın sözlərini 20 il o başlasaydı öyrənməyə, öyrənib qutara bilməzdi. Yəni, dəlalətlərini, onun mənalarını, altında yatan sözləri, o hərəsinin bir elmə, bir fikrə dəlil olmağını, nəyə görə səcdə buyurulub, nəyə görə ruku buyurulub, bunları insan öyrənsə, o 20 ildə bəs eləməz heç. Görürsən? Amma elə olsa heç vaxt adiləşməyəcək. Görəcəksən ki, rukuya gedib insan qalxmaq istəmir rukudan. Rukunun fəzilətini bilən insan rukuya gedib qalxmaq istəməz. Səcdənin fəzilətini bilən insan səcdəyə gedib qalxmaq istəməz. Qiyamın fəzilətini bilən insan heç vaxt qiyamdan tərpənmək istəməz. Hərəsi bir dənə Allah qarşısında bizə nədir? Məqamdır. Məqam. Ona görə bax,
hərəsindən, yəni görsən ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm saatlarla qiyamda olur. Və deyirdi ki, ən fəzilətli namaz qiyamda çox dayanılan namazdır. İndi yaxşı, qul huvallah, İxlas, Fələq, Nas. Yəni bundan başqalarını bilmir insan. Necə Allahın qarşısında dayansın insan çox? Necə? Heç olmasa Bəqərəni bilməlisən ki, Allahın qarşısında dayanasan. Oxuya biləsən. Yarım cüz oxuya biləsən. Dalbadal. Yəni 2 dənə uzun surəni oxuya biləsən. 1 dənə uzun surəni oxuya biləsən. Bir dənə baxırsan, qardaş 15 il namazı bir dənə uzun surə bilmir. Bu vallahi yəni xusran, uduzmaqdır həqiqətən. İllər keçir. Amma bilmirəm, istəmirəm, olmur. Vallahi yəni öyrən. Yoxsa sənin üçün adi olacaq. İxlas, Fələq, Nas. İxlas, Fələq, Nas. Vallahi İxlas surəsi bütün dünyanın elmini əhatə edir. Həqiqətən. Hətta İxlas surəsi bütün fizika elmlərini cəm edib. Belə deyən alimlər var. Təsəvvür et. Yəni indi kim orada yəni çıxarar onu? Təsəvvür etsənmi yəni? Allahu akbar. Yəni qul huvallahu əhəd. Deyir ki, Allah təkdir. Yəni təsir qüvvəsi yalnız Allahdandır. Fizika nə təsir qüvvələri də, başa düşdün? Elə bir şey yoxdur ki, Allahın izni olmadan təsir etməsin. Bütün fizika elmi buradadır. Təsəvvür etsənmi? Qul huvallahu əhəd. Biz səbəb şirklərini götürməmişdikmi? Mə cəalə leysə bi səbəbən şirk azxar. Kim səbəb olmayan bir şey səbəb edərsə, kiçik şirk etmişdir. Burada da məsələlər var idi, təvhidlə bağlı. Nə vaxt dərman təsir edir, nə vaxt təcrübə ilə təsir edə bilərsən, qoya bilərsən, deyilmi? Nə vaxt şəriət təsir edir. Biz bilirik, dəfələrlə özümüzün başımıza gəlib, yanımızda oxuyublar və ya özümüz oxumuşuq və ya kimsə eləyib. Görsən ki, Quran ayəsini oxuyursan, düzəlirsən. Dua edirsən, düzəlirsən. Dua edirsən, vəziyyət dəyişir. Bu hiss, Allahın təsiri, yəni bütün təsirlər Allahdan deyilmi? Amma insan misal üçün elm öyrənməyəndə, görsən, qul huvallahu əhəd, hamı qul huvallahu əhəd deyir, amma sən qul huvallahu əhəd deyən Allahu akbar. Yəni, la havlə və la quvvətə illə billah. Bir haldan o bir hala keçmək mümkün ola bilməz Allah istəməsə. Qul huvallahu əhəd. Çünki təkdir təsir edən, təkdir yönəldən, təkdir hidayət edən, təkdir ibadətə layiq olan, təkdir idarə edən, təkdir nazil edən, yuxarıdan aşağı mələkləri, ona tərəf qalxan, yaxşı söz, yaxşı kəlmə, yaxşı dua, o hansı duanı qaldırır, hansı əməli qaldırır, yalnız o qaldırır. Ona görə yalnız ona yönəlmək lazımdır. Misal üçün, bax, belə olsa insan ehtiyacdan heç vecinə almaz. Ya, subhanallah, yəni mən dua var əlimdə. Əlimdə dua var, dilim əlhamdülillah danışır və mənim ehtiyacım var. Və Rəbbim mənə eşidir. Təsəvvür etsəm, necə yəni ehtiyacdan qorxa bilər ki adam? Başa təvhid zəifdir, ona görə. Çox zəif olanda insan başlayır ondan qorxmağa, bundan qorxmağa, o şeydən çəkmək. Necə olur? Ümidsiz olur. Görsən necə olacaq? Görsən nətər olacaq? Qul huvallahu əhəd. Yalnız ehtiyacları ödəyən Allahdır. Yalnız verən Allahdır. Yalnız rüzləndirən Allahdır. Yəni, bu məsələlər istihdar etsə, deyək ki, subhanallah, həqiqətən Rəbbim deyim idarə edən? Rəbbim deyim bəxş edən? Yəni, görsən, bax, qul huvallahu əhəd nədir? Əhədun fi rububiyyətihi, əhədun fi uluhiyyətihi, əhədun fi əsməihi və sifətihi. İsim və sifətləri bilmək insan həyatını dəyişir. Bax, ona görə iman zəifdir ki, isim sifətləri bilmirik. Yəni, kimsə qardaşlar yanımızda olanda göz zinası etmirik. Amma kimsə olmayanda rahat baxa bilirik, rahat edə bilirik. Nəyə görə? Qul huvallahu əhəd zəifdir. Əhəd görmürmü səni? Allah görmürmü? Ələm ya'ləm bi ennallah yara. O bilmirmi ki, Allah onu görür? Allah onun bütün hallarından xəbərdardır. Demək fikir ver, əgər insanlar olmayan yerdə pis söz danışmaq, insanlar olmayan yerdə günah etmək nəyin əlamətidir? Münafiqliyin əlamətidir. Əsl münafiqliyin əlamətidir. Ona görə insan müalicə etmə. Bax, yenə qaydırıq qəlbə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Ya muqallibəl qulub, səbbit qalbi alə dinik." Bu söz deyəndə Ümmü Sələmə deyir: "Əvə innəl qulub la tetaqallab." Deyir, qəlblər də dəyişilirmi ya Rasulullah? Deyir ki, "Mə min qalbin illə beynə əsbə'in min əsabi'ir Rahman, yuqallibuha keyfə yəşə." Elə bir qəlb yoxdur ki, Rəhmanın 2 barmağı arasında olmasın, deyir, istədiyi kimi çevirər. Deyir, yəni, bax, Allah Rasulü qorxdu. Qorxdu ki,
iki barmaq arasında olan qəlb birdən çevrilər. Bir hədisə gəlib ki, bu yanında yekunlaşdıraq, çox yormayayım sizi. Deyir ki, mən qorxuram ki, Allah Rasulü sallallahu aleyhi ve sellem, deyir ki, mənim üzərimə Rəbbim Rasul göndərər, mən ona tabi olaram, ibadət edərəm. Yəni, qorxuram nə mənasında? Yəni, öyrətir, deyir ki, birdən Rəbbim mənə Rasul göndərsə, mən ona tabi olacam, ibadət edəcəm ona. Ki, versəm? Yəni, ona görə, yəni, bu nə deməkdir? Bu, kamil itaətdir. Yəni, Rəbbim nədirsə mən ona itaət edəcəm, ibadət edəcəm. Vallahi, ucalıq da bundadır. İnsan nə qədər ki, Allaha qul olur, Allah ucaldır onu. Subhanəlləzi əsra bi abdihi. Yəni, öz qulunu məhcul harama qaldıran Allah, yəni, subhandır. Yəni, bütün nöqsanlardan uzaqdır, bəridir, kamildir. Subhanə sözü iki mənada istifadə olunur. Həm tazim mənasında, həm yəni nöqsanlardan uzaq mənasında. Bax, diqqət elə bu faydaya. Peyğəmbər sallallahu aleyhi ve sellem yatırdı. Yəni, bu yadıma düşmüşkən deyim. İmam Suyuti rahimehullah Durul Mənsur əsərində ən böyük təfsir kitablarından biridir. Bu hədisləri ard-arda nəql edir. İsra surəsinin təfsirində və İsra hadisəsindən danışır. Yəni, subhanallah, o hadisə həqiqətən dəhşət bir hadisədir. Yəni, Allah Rasulü sallallahu aleyhi ve sellem hicrə söykənib yatanda birdən Cəbrail aleyhissalam gəlir. Deyir ki, getdik ey Muhammed. Deyir, gedirik. Aparır. Gedir Mədinədə bir namaz qılır. Deyir, düş namaz qıl. Bilirsən bura haradır? Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, bura Taybədir. Taybətül muhəcər. Yəni, sənin hicrət edəcəyin Taybədir. Xəbər verir ki, hicrət edəcəksən. Subhanallah. Deyir, düş burada namaz qıl. Və sonra bu hədisi İmam Nəsəi nəvayət edib, həmçə İbn-i Mardavih rəvayət edib, yəni İmam Tirmizi rahimehullah səhihləşdirib hədisi. Deməli, deyir ki, sonra deyir, getdim Musa aleyhissalamla Allah danışan yerdə namaz. Deyib, düş burada namaz qıl. Deyib, bilirsən bura haradır? Dedim ki, Tur Sinə. Məkənilləzi kəlləməllahu Musa. Deyir ki, Allahın Musa ilə danışdığı yer, burada namaz qıl. Və sonra deyir, biraz getdik və nə ilə gedirdi? Burakla. Burak nə idi? Fovqal himar. Fovqal himar, yəni təhtəl biğal. Yəni, atdan balaca, eşəkdən, uzun qulaqdan hündür. Və belə. Deyir ki, onun bir ayağı elə qoyurdu ki, ikinci ayağı deyir, göz görünən yerdən yerə qədər qoyurdu. Və hətta bir rəvayətdə gəlib ki, məndən qabaq bütün peyğəmbərlərə ram olunub, deyir o. Bütün peyğəmbərlərə göstərilib. Həmin o, yəni, Burak. Və həmçinin sonra gəlir İsa aleyhissalam doğulan yerdə namaz qılır. Deyirsən, bura haradır? Deyir, İsa aleyhissalam doğulduğu yerdir. Yəni, və sonra gəlir Qüdsə və deyir, Cəbrail aleyhissalam mənə deyir ki, Muhammed peyğəmbərlərə namaz qıldır. Və bütün peyğəmbərlər cəm olmuşdur ora. Ondan sonra bir qalxır göyə, qalxanda deyir, birinci göyün qapısında deyirlər ki, kimdir? Deyir, mən Cibril. Deyir, o yanındakı kimdir? Deyir ki, Muhammed. Deyir, artıq göndərildi mi? O belə deyirlər. Soruşurlar, xəbərləri yoxdur onların. Deyir, artıq göndərildi. Bəli, artıq göndərildi. Və deyir, hər səmanın qapısını açılanda deyir, o sözü deyirdilər bizə. Və sonra deyir ki, birinci səmada Adəmi gördük. Deyir ki, Salih Peyğəmbər və Salih oğla salam olsun. İkinci qatda deyir, mən deyir, iki xalam oğlunu gördüm. İsa aleyhissalam və Zəkəriyə aleyhissalam. Üçüncü qatda mən kimi gördüm? İdris aleyhissalam. Dördüncü qatda Harun aleyhissalam. Beşinci qatda Musa aleyhissalam. Altıncı qatda İbrahim aleyhissalam. Altıncı qatda İbrahim aleyhissalam görür. Və bəzi rəvayətlər var, bu qatları fərqli deyir. Bəzi rəvayətlər var. Amma çoxu rəvayətlər fīmə ələm, mən bildiyimə görə, yəni bu ardıcıllıqla deyir. Və sonra bilirsiniz, 50 vaxt namaz vacib olur. Allah Rasulü sallallahu aleyhi ve sellem. Hətta elə gəldim, yəni istəmirəm çox uzadım. Deyir, mən elə bir yerə gəldim ki, məni duman bürüdü və o dumanda deyir, hər şeyin rəngindən var idi. Cürbəcür rəngli idi, deyir. Təsəvvür et, hər şeyin rəngindən və o duman mənə qaldırdı, deyir. Və Rəbbim mənlə danışdı və mənə 5 vaxt namazı vacib etdi. 50 vaxt namazı vacib etdi. Və sonra deyir, mən qayıtanda Musa aleyhissalam deyir ki, ey Muhammed,
qayıt ümmətinə, qayıt Rəbbindən təxfif istə. Asanlıqsa deyir ki, ümmətin bacarmayacaq. Hətta qayıtdım və Rəbbimə dedim, ey Rəbbim, mən və ümmətim bacarmayacaq. Bax, Peyğəmbər s.ə.v-in yəni təvazökarlığına. Ey Rəbbim, mən və ümmətim bacarmayacaq. Deyir, bizim üçün asanlaşdır, ey Rəbbim. Ona görə bax, Allah Rasulü s.ə.v hətta Mi'racda belə Allahdan asanlıq istəyib. Asanlıq istəyən Allahım bu yolu mənə üçün asanlaşdır. Allah istəmir mi qulunu asanlaşdırsın? Və sonra deyir, Allah Azə və Cəllə 10 azaldır. Və ikinci dəfə yenə Musa Aleyhisselam deyir ki, azdır. Yəni, qayıt Rəbbindən təxfif istə. Və hətta 5-ə qədər, 5-də dayanır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu Rəbbimin təyin etdiyidir, bunu dəyişməyəcəm. Yəni, bunun üçün deyir, təxfif istəməyəcəm. Və deyir ki, Allah Azə və Cəllə deyir ki, ey Muhammed, bu deyir, məndən 5, mənim qatımda söz dəyişmir, 50 vaxt namazın savabını verəcəm. Deməli, kim bugün 5 vaxt namaz qılırsa, elə bir sanki 50 namaz qılır o gün ərzində. Və həqiqətən, yəni subhanallah lazım, yəni həqiqətən Allah qatındakı söz dəyişilməz. Düzgün sünnələrə əməl et. Gecə namazına əməl et. Duha namazına əməl et. Baxacaqsan, görürsən, 50 vaxt namaz qılır. Yəni bunu yalnız Allahın məvfiq etdiyi kəslər bacarır. Allah bizə nəsib etsin. Baxsan, həqiqətən də 50 rükət namaz qılır insan. Bax, baxarsan. Say 17 rükət, 12 rükət ratibə, 11 rükət, yəni gecə namazı nə qədər oldu? 17, 12, 29, 11, 11, 40, deyim? Yəni duha namazı açıqdır, 8-ə qədər qalabsan, 48. 2 rükətdə nafilə, 50. Yəni bu qədər fikir verirsən. Məsciddə hər dəfə gələndə qılan. Təsəvvür etsin yəni. Subhanallah lazım. Subhanallah lazım. Yəni Allahdan sabitçiyiz, Allah bizi sabit etsin. Allah bizi sabit etsin. Həqiqətən sabit edən Allahdır. Allah kimə xeyir istəyərsə onu dində fəqih edər. Allah kimə xeyir istəyərsə onu dində sabit edər. Sabitçilik Allahdan böyük nemətdir. Nə var ki, cahillik etməyə? Cahillik etmək asandır. Əməl etmək çətindir. Ona görə alimlər deyir ki, heç vaxt təəccüblənmə bir nəfər azanda. Təəccüb etməliyir. Təəccüblü deyil ki, asandır azmaq. Asandır günahlara düşmək. Təəccüb et o insana ki, sabitdir. Möhkəmdir. Subhanallah. Allah bizi bağışlasın. Allah bizi bağışlasın. Bağışlayın sizi yordum. Allahu aləm. Subhanəkəllam. Həmdik. Əşhədu an la ilahe illə ente estağfiruke.